Dostlar, bugün sobada elə bir kilkə balığı hazırladım ki, tam xırt-xırtlı, gözəl və inanılmaz ləzzətlidir. Həm hazırlanması çox asan, ətraf kirlənmir, həm də süfrəyə qoyan kimi iştah açılır. Gəlin bu möhtəşəm dadın necə hazırlandığına birlikdə baxaq. Kilkə balıqları yaxşı təmizlədikdən sonra bol suda yaxşı bir neçə dəfə təkrarlamaqla yuyuram və listə yağlı kağız qoyuram və kənarda onu götürdüm. Üzərinə qara toz biber, duz, paprika əlavə edirəm və suyu süzülmüş balıqları una batıraraq yağlı kağızın üzərinə əlavə edirəm. Siz istəsəniz altdan biraz yağ qoya bilərsiniz, amma ehtiyac yoxdur. Hər birini belə düzdükdən sonra üzərinə yağ sürtürəm və 200 dərəcəlik alt-üst sobada 40 dəqiqə ərzində iki tərəfli tam qızardıram və inanın çox ləzzətli alınır. Həm ətraf kirlənməkdən qurtulur, həm də bu halda çox ləzzətli, ətrafdan da iyi gəlmir. Servis üçün mən 2 ədəd soğanı doğradım, üzərinə keşniş əlavə edirəm və əlavə olaraq nar şərabdan istifadə etdim. Siz də bu üsulla hazırlayaraq ailə üzvlərinizi sevindirə bilərsiniz. İnanın çox ləzzətli olur. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bildirimləri daim açıq qoyun ki, yeni gələn videolardan xəbərdar ola biləsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.